Qida Təhlükəsizliyi Agentliyi isə Suraxanda bir qənnadı müəssisəsində yoxlama aparıb. Baxış zamanı müəssisədə texniki, normativ, hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Uyğunsuzlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə nöqsanlar aradan qaldırılana dək istehsal dayandırılıb. Fiziki şəxs Salihov Mahir Həmzət oğluna məxsus unlu məhsulların emal müəssisəsində hazırda planankənar yoxlama keçirilir. Baxış zamanı müəssisədə xammalların saxlanılması üçün ambar sahəsinin təşkil olunmadığı müşahidə olunur və xammallardan unun, emal proseslərində istifadə olunan yumurtanın, qatlaşdırılmış südün və digərlərinin elə birbaşa emal sahəsində saxlanıldığını müşahidə edirik. Tavan, divar, döşəmələrin tamlığının kəskin şəkildə pozulmasına şahidə oluruq. Və eyni zamanda emal proseslərinin həyata keçirildiyi işçi masaların səthi asan yuyulub təmizlənməyə imkan verən gigiyenik materialla üzlənməmişdir.